Kürdəmirdə bir ailəyə bədbəxtlik gəlib, 4 yaşlı qız özündən 1 yaş kiçik qardaşını yandırıb. Cəhdlərə baxmayaraq uşağı ölümdən xilas etmək mümkün olmayıb. Kürdəmir rayonunda az yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə Kürdəmirin cənub məhəlləsində baş verib. 4 yaşlı Şərəf Məmmədova evdə qardaşı 3 yaşlı Radim Məmmədovla birgə oynayarkən əlindəki alışqanla onun paltarını yandırıb. Anası da içəridə o toz soğan işlədirilmiş. Uşağın səsini eşidən kimi çıxıb görüb xalı alıb. Tez qucağına alıb, yürüb gedib görür ki, bədəni uşağın yanıb, bədənində paltar qır kimi olub da, belə yanıb, baxıb ucağı tanınmaz vəziyyətdə olub uşaq. Uşaq çox yanıb. Rayonda deyir ki, təcil çatdırın Bakıya. Ora tutanda yolda uşaq gedib. Az yaşlı Radim Məmmədov köməksiz vəziyyətdə qalaraq tamamilə yanıb. Uşağın qışqırıq səsini eşidən anası Radimi götürərək həyətdən küçəyə qaçırdaraq qonşuların köməkliyi ilə yanğını söndürüb. Dərhal Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirən Radim Məmmədovun bədəni 100% yandığı üçün vəziyyəti getdikcə pisləşib və uşaq təcili olaraq Bakıdakı Respublika Yanıq Mərkəzinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 3 yaşlı uşaq aldığı ağır yanıq xəsarətləri səbəbindən xəstəxanadaca dünyasını dəyişib. 4 yaşlı Şərəf isə qardaşının yanmasını belə xatırlayır. Öldü xəstəxanadadır. Niyə? Xəstəxanadadır. İndi gələcək. Faktla bağlı Kürdəmir rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Mümtaz Arifoğlu, Rəşad Rəşidov, Günhan Azərsoy, Space.